Hazar'ın kıyısında yükselen bu şehir, yüzyılların acısını da zaferini de içinde taşır. Bugünse bir takım, bir bayrak gibi bütün bu hikayeyi omuzlarında taşımaya devam ediyor. Karabağ. Sürgünün gölgesinden çıkıp yeniden doğan bir futbol destanı. Bu şehirde atılan her adımda, tribünlerde yükselen her seste bir milletin umudu saklı. Ve şimdi Karabağ'ın yolculuğunu Bakü'nün kalbinden bütün dünyaya anlatıyoruz. Üç çocuk, Nezrin, Şehriyar ve İsa. Mahalle aralarında top koşturarak büyüdüler. Futbol onların en saf oyunu oldu. Ama aynı sokaklarda Karabağ Savaşı'nın acısını da öğrendiler, yakınlarını şehit vererek. Bu yüzden Karabağ onların gözünde sadece bir takım değil, bir hatıra, bir direnç, bir umut. Merhaba, ben Babazade Nezrin. Benim 14 yaşım var ve lise 1'de okuyorum. Mingəçevir şəhərində okuyorum. Ben küçüklüğümden beri futbola çok hevesim var idi ve mahallede her zaman çocukların yanına gidip sadece ben kız olarak onların yanında oynuyordum. Sonra kızlar da bana bakıp bazen bəhrələnərdilər ve onlar da bizle oynuyordular. Onlara öyrədirdim, ne istəyirlər deyirdim ve 11 yaşımda ise profesyonel futbola başladım. Ben Şehriyar zamanlı futbola 2020'lerde başladım. İlk önce mahallede futbol kulübü açıldı. Sonra ise gittim abime söyledim. Abim geldi konuştu hocayla ve beni kulübe aldılar. Sonra öyle kendimin futbol oynayışını artırdım biraz. Karabağımız işgal edilmişti ve biz Karabağımızı 5 yıldır ki almışıq ve bu bize çok gurur verici bir hissi. Bunun için de Qarabağ komandasının bize çok büyük bir hissi var. Yani o çünkü Qarabağ komandasının adını daşıyır. Biz onu həmişə Çempionlar Liqasında görəndə ya da başka ölkələrdə görəndə, adını səsləyəndə çok gurur verici bir his yaşayırıq, çok heyecanlanırıq. Hər dəfə onun bütün oyunlarına, yarışlarına baxıb gol vuranda həvəslən ağlayırıq. Çox sevinirik, yəni çox sevirik Qarabağ klubunu. Benim futbola başlamama sebep olan abim Abdullah Süleymanov Qaraheybət hava poligonunda helikopter qəzasında şəhid olub 2021-ci ildə. Dedəm 1961-ci ildə noyabrın 18-də anadan olmuşdu. 1994-cü il mayın 17-sində Füzuli rayonunda şəhid olmuşdur. Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Və
O şəhid olan vaxtlar əslində güllə yarası alıb xəstəxanaya aparmışdılar onu. Ancaq o orada güllə onun bütün bədəninə yayılaraq onu yəni beləliklə xəstəxanada da şəhid olmuşdur. Qarabağ üçün biz çox şəhid verdik. Yəni o torpaqların değeri bizim üçün çox. O yüzden yəni Qarabağ hər zəfər aldığında biz o zəfəri yenidən yaşıyoruz. Qarabağ işğaldan azad olundu və biz onu çox qürur duyuruq onun üçün və Qarabağ klubunun isə onun ismini daşıması bizim üçün çox böyük bir şeydir. Ona görə də biz Qarabağ klubunu dəhşət çox sevirik. Mən Zamanova Samirə, Şəhriyarın anasıyım. O qardaşı sağ olanda deyirdi mən futbol istəyirəm. Sonra qardaşı şəhid oldu. Süleymanov Abdullah helikopterdə 14 nəfərlə, arkadaşları ilə bir yerdə. Sonra başladı bu, öz müəlliminə yaxınlaşdı. Futbola çox həvəsi var idi. Çox həvəsi var idi futbola. Mən də dedim, get. Daha da köməklik elədim, dəstək oldum. Başladı futbola, hər gün futbol paltarı, əlbisə, top aldım, belə-belə həvəsləndi. Sonra başladı oynamağa. Belə. Demək, o görəvə çıxmışdılar Qaraheybətdə, helikopterdə 14 şəhidimiz oldu. Onların içərisində də Şəhriyarın abisi oldu. Akademiyanı bitirdikdən sonra bizim bu savaşımız, 44 günlük savaşımız bitdikdən sonra, gələndən sonra burada şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Deməli, biz Qarabağımızı azad elədik və bizim bu Qarabağ klubumuz ki var, onlar bir daha bizi zəfərə daha çox, necə deyərlər, həvəsləndirdi və onlar o zəfəri bizə elə bir təzədən yaşatdı. Mən belə demək deyərdim. Yani benim de en büyük arzum odur ki, yani Qarabağ Qurban Qurbanovla yakından yani buluşmak, sarılmak ve Qarabağ oyuncularından imzalı forma almak ve büyüdüğümde Qarabağ'da oynamak. Qurban Qurbanovla tanışıb söhbət etmək və oyuncularla tanışmaq məni çox sevindirir, çox qürur duyuyorum onlarla və inşallah bir gün Qurban Qurbanov və onun komandası ilə görüşərəm. Karabağ Futbol Kulübü, bir takım olmanın ötesinde sürgünün ve direnişin hikayesi. Topraklarından koparıldıkları gün sadece bir şehir değil, bir stadın ışıkları, bir tribünün sesi, bir çocuk gülüşü de sustu. Ama onlar pes etmedi. Kendi sahaları olmadan yıllarca mücadele ettiler. Her maça memleket hasretiyle çıktılar. Ve sonunda Karabağ yeniden ayağa kalktığında bu takım bir kulüpten çok daha fazlasına dönüştü. Geri dönüşün, onurun ve asla vazgeçmeyen bir halkın sembolüne. Nezrin, İsa ve Şehriyar. Küçük adımlarla büyük bir hayale yürüdüler bugün. Karabağ'ın sahasına vardıklarında savaşın gölgesinden gelen umut birden ışığa, gerçekliğe dönüştü. Ve karşılarında Kurban Kurbanov'u gördüklerinde kalplerindeki futbol masalı ilk kez gerçeğe dönüştü. O an 3 çocuk için değil, Karabağ'ın hikayesi için de yeni bir sayfa açıldı.
Ünvanla hamımıza məlumdur. Bilirik, Qarabağ adı Azərbaycan üçün nə qədər önəmlidir, nə qədər böyük dəyəri var. Bizim doğma şəhərimiz olub tarix boyu və bilirsiniz, 30 ildən yuxarı idi ki, torpaqlarımızın 20%-i deyərdim, düşmən əlində idi və şükürlər olsun Allah 5 il bundan öncə bütün torpaqlarımız geri qayıtdı və biz də həmin Qarabağ olaraq həmin torpaqların bir parçasıydı, bir komandası var idi. Hansı ki, torpaqlarımız bizdə olmasa da həmin müddətdə, həmin dönəmdə bu komandanı qoruyub saxlamağa çalışırdıq. Çox duyğulandıq, düzü. Dəfələrlə belə hallar olub və dəfələrlə bizim şəhid övladlarımız gəlib komanda ilə görüşüblər və öz azarkeşliklərini bizə bildiriblər ki, bu komanda ilə yaşayırlar, bu komandaya azarkeşlik edirlər. Həm onlara baxıb məyus olurduq, həm də sevinirdik onlara ki, onlar bu cürdə insanlar, bu cürdə uşaqlar bu komandanın azarkeşləridir, Qarabağın azarkeşləridirlər. Və Allah onları qorusun, Allah onların valideynlərinə rəhmət eləsin, Allah onların evdəki digərlərinə səbir versin. Və belə ancaq duyğulanırıq və onlara bir çox böyük dəyər verdik. Son vaxtlar çox diqqət var Qarabağa, əlaqüstə elə Türkiyədən və buna biz ancaq sevinirik və ancaq onlara təşəkkür edirik ki, biz Avropada da tək deyilik və demək olar ki, bizim hər oyunumuzda Avropada yaşayan nə qədər bizim Türk qardaşlarımız gəlir oyuna və bizim Azərbaycanlılarla bir yerdə bizə dəstək olurlar. Və son vaxtlar bu qədər diqqətin olması bu bizi sevindirir əlbəttə ki və biz də bir Azərbaycanlı olaraq Türk komandalarına, Türk takımlarına azarkeşlik edirik bütün Avropa oyunlarında. Və belə bu bir daha göstərir ki, biz həqiqətən qardaşıq, həqiqətən bir yerdəyik və həqiqətən biz bir-birimizi çox sevirik və bir-birimizə çox hörmət bəsləyirik. Bu topraklarda yol uzun, rüzgar serttir. Ama Karabağ taraftarı için mesafe diye bir şey yoktur. Onlar zaferin çocukları. Her deplasmana yüreğini taşıyanlar. Zülfüqar Baxşazadə və Qarabağ ona görə dəstəkləyirəm ki, çox yaxşı oyun sərgiləyirlər və azarkeşlərin sevimlisidir. Sumqayıt Qarabağ maçına gəldik. Bu maç bizim üçün çox önəmlidir və Qarabağın hədəfi çempionluqdur. Qurban Qurbanov bir əfsanədir, onu bütün dünya tanıyır və Qarabağın uğurlarında ən böyük şəxs elə Qurban Qurbanov. 2008-dən 14 ildir artıq Qarabağın başındadır və bu uğurlar Bayer Leverkusenlə, Chelsea-ilə, digər oyunlarda uğurlar Qurban Qurbanovun daha da tanınır və Avropada da uğurların daha da artırır. Avropada Qarabağ maçı qazanınca biz Azərbaycan xalqı çox mutlu oluruq və çox sevinirik. Adım Əli Tağzadədir, 18 yaşım var, Sumqayıt Dövlət Universitetində oxuyuram. Qarabağ klubu mənim üçün çox şey ifadə edir. 2016-cı ildən bu klubun azarkeşiyəm. Kluba və Qurban Qurbanova çox hörmət edirəm.
Gerçəkdən çox qürur duyuyorum. Bu mənim üçün çox böyük bir hisslərdir. Həqiqətən Qarabağın Çempionlar Liqasında, Avropa Liqasındakı uğurları bu ildə sübut elədi. Benfica ilə oyunda 2-0-dan 3-2 oyun çevirdi və bütün Azərbaycan xalqını sevindirməyi bacardı. Qurban Qurbanovla əlaqəli ilk öncə onu deyə bilərəm. 17 ildir komandanın başındadır və həqiqətən komandanın başına keçdikdən sonra böyük uğurlar qazanıb və bu uğurlar da özünü təkcə Azərbaycanda yox, dünya çapında özünü göstərib və özünü sübut edib. Oyunçular arasında isə ən sevdiyim oyunçu kapitan 10 nömrə Abdullah Zubirdir. O mənim 2017-ci ildən ən sevimli oyunçumdur. Əslində Qarabağ adı Azərbaycan üçün böyük bir addır. Bu ad yalnızca futbolda deyil, təkcə ərazilərdə deyil, həmçinin futbolda da özünü sübut edib və Prezident İlham Əliyevin də Qarabağ klubuna göstərdiyi dəyər həmişə çıxışlarında bildirir ki, Qarabağ klubdan artıqdır. Yəni təkcə klubu yox, başqa bir şey ifadə edir Azərbaycan üçün. Qarabağ necə qələbə qazananda Türkiyə xalqı sevinir, dəstəkləyirsə, eyni zamanda Qalatasaray, Fənərbağça, Beşiktaşda, Trabzon, Başakşehirdə qalib gəldiyində bizim azərkeşlər, Azərbaycan olaraq hansı komanda tutmağımızdan asılı olmayaraq biz də fəxr edib, biz də sevinirik. Mən Süleymanov İsa Kamiloğlu. Mən Qarabağın çox böyük heyranıyam. Mənim atam Qurban Qurbanovdan çox yaxın olub, ona görə Qarabağ komandasını tuturam. Qarabağ bizə zəfərimizi xatırlatır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Şehirler değişir, statlar değişir, sahalar değişir. Bir tek şey değişmez. Bu takım asla yalnız yürümez. Nereye gidilirse gidilsin, tribünde aynı ses yükselir. Karabağ'ın sesi, Karabağ'ın nefesi. Çünkü bu yolculuk onlar için sadece bir maç değil, birlikte durmanın, birlikte inanmanın adıdır. Mən Tural Bayramov, Qarabağ Futbol Klubunda artıq 6-cı ilimdir oynayıram. Başda Ali Baş Komandan olmaqla hamıya təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm. Biz Qarabağın adını daşıyırıq, bu bizim üçün çox önəmlidir. Belə deyək, əsgərlərimiz orada döyüşüblər, orada mübarizə aparıblar, qalib gəliblər. Biz də çalışırıq ki, yaşıl meydanlarda hər zaman bir döyüşçü kimi çıxış edək. Qələbələr qazanaq, xalqımızı sevindirək, çünki bizim xalqımız bu qələbələrə layiqdir. Allaha şükürlər olsun, bura kimi yaxşı gəlmişik. Mübarizə apara-apara, döyüşə-döyüşə. Bəlkə də çoxları bizdən bu nəticəni gözləmirdi, amma biz inanırdıq. Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetiririk. Belə deyək, meydanda əzmlə vuruşuruq, çalışırıq. Allah da bu nəticələri bizə verir. Əlbəttə dayanmayacağıq, əlimizdən gələni eləyəcəyik ki, bunu davam elətdirək və daha da irəli gedək. Müşfiq Hüseynov, Ağdamda doğulmuşam, orada boya başa gəlmişəm. 7 yaşından Qarabağ klubunun at yapısında məşqlərə başlamışam. Artıq 15 yaşında Qarabağ klubunda oynuyordum əsas heyətdə və bu günə qədər də uzun bir yol keçmişik. 37 yaşımda futbolu bıraktım. Ondan bəri komandada antrenör işləyirəm. Baş məşqçinin köməkçisi. İnşallah ki, gələcəkdə də sizləri sevindirəcəyik. Hələ ki, komandamız yaxşı gedir bu günə qədər. 4 maça 7 qalımız var. İnşallah ardı da gələr, sevindirərik sizləri. Mən Mustafazadə Bəhlul, Qarabağ Futbol Klubunda artıq 5-ci ilimdir.
və bu komandanın büyük parçası olduğum üçün, bu uğurlarda iştirak etdiyim üçün çox xoşbəxtəm. Hər zaman həmişə bu adın ağırlığını hiss edirdik üzərimizdə və müharibədən öncə də olsun, istər müharibədən sonra bu adlı daim məqsədimiz daha yüksək yerlərdə olmağıdır və bu məsuliyyəti dərk edərək bu klubda bütün futbolçular çıxış edir və bütün hər şeydə çalışırıq ki, bu adı daima yüksəklərdə saxlayaq. Bakü'nün kesme taş kaplı sokaklarında Hacı Beyli'nin notaları dolaşır hala. Ve bu şehir nefesini futbolla tamamlar. Kurban Kurbanov'un gözlerinde sarsılmaz bir umut durur. Nezrin, İsa ve Şehriyar. Bu çocuklar sahaya çıktığında bir topun peşinden değil, kendi kaderlerinin izinden giderler. Ve Bakü şehri bilir ki futbol Bakü'nün müzikle çarpan kalbinde geleceği yeniden yoğuran bir güçtür.